Allah Quran-Kərimdə buyurur ki: "Və mə xalaqtul cinnə vəl insə illə liyəbudun." Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım. Bu ayədə insanların və cinlərin yaradılmasında olan hikməti bəyan edir Uca Allah. Orada olan hikmət də Allaha ibadətdir. Bəzi sələflər deyiblər ki, illə liyəbudun, yalnız mənə ibadət etsinlər, ibadətdə məni təkləşdirsinlər deyə yaratdım. İnsanlardan, yəni elələri var ki, doğru yola qazanıblar, elələri də var ki, zəlalətə layiq olublar. Yəni Allah onları azdırıb yox, onlar layiq olublar azmağa, günahlarına və əməllərinə görə. Və Allah Subhanahu taala qullarını ona ibadət etsinlər deyə yaradıb, baxmayaraq ki, Allah o ibadətə ehtiyacı yoxdur. İbadət üçün yaradıb, amma Allahın o ibadətə ehtiyacı yoxdur. Qulların Allaha ibadət etməyə ehtiyacı var. Yəni bizim ehtiyacımız var ki, Allaha ibadət edək. Allahın bizi bağışlamasına, bizə rəhm etməsinə. Biz gecə-gündüz ibadət edib Allaha yalvarmalıyıq ki, Allah bizi rəhm eləsin, bizim günahlarımızdan keçsin, bizi bağışlasın. Uca Allah Quran-Kərimdə buyurur ki, mən onlardan nə bir ruzi, nə də mənin yedirmələrini istəmirəm. Allahdır ruzi verən, qüvvətli və mətin olan.